Salam aleyküm. Axşamın xeyir. O aparıcı şirkətin rəhbəri Elbrus müəllim. Bəs sizə müəllim kimi müraciət edirlər. Siz o Göyçay ərazisindən gələn çayın vadisindən başlayıb beton örtü ilə çəkdiyiniz Kəsbər kanalını gəlib iki qapı deyilən yerdən ayrılan Ənvər Məmmədxanlı o Çini arxı Çini kəndidə bir adda xallanı. Ancaq böyük şairimiz Ənvər Məmmədxanlının doğulduğu kənddir o kənd. Siz onu 1200 metre yerin niyə yayıb bərbad vəziyyətə salmışsınız? Nədir səbəb? Yaxşı, layihə veriblər. Sən layihə rəhbərinin sərəncamını tez nəzərə alıb iş görə bilirsən. Ancaq xalqın bir əsir olmuş əmlak ki, o bizim çörək ağacımızdır. Mən İbrahimov Kamil İbrahimoğluyam. Sizə TikTok vasitəsilə bu olayı sizin laqetsiz gördüyünüz işi bu olay vasitəsilə müraciət edirəm sizə. Sənin o Eyüp fəhlə kimi işləyib, ayırıb, indi aparıcı rəhbərlik, yerli qurum kimi təyin elədiyinizdə sizin ikinizi də əgər müəllim adını daşıyan şəxs, yaxşı, şərəfi bir hər hansı internetdə böyümüş layihə rəhbərdir. Ata-ana tərbiyəsi görməyən, ali təhsil almayan, orta ixtisas təhsili olmayan şəxsdir bəlkə o. Bəs siz o arxı görmədiniz. Siz necə olur ki, kiminsə sərəncam altında özünüzə ruzi, çörək qazana bilirsiniz. Bizim haqqımız olan suvarma kanalımızı siz bərbad salma sizə kim icazə verir? Hansı haqq, hansı qanun? Siz hansı devlətdə yaşayırsınız? Siz xarici şirkətdir, xaricdən gəlmişsiniz. Çağırıb o sakinlərə onu yayılmaq istəyəndə, onu bərbad salmaq istəyəndə kiməsə müraciət edəsiniz, bunu yayırıq. O sakinlər sizlə bir ay, o sakinlər sizlə mübahisə aparmasaydı, siz hələ onu bərpa edib, şorlama 8 metre, 8 metre dərinliyində, siz bilirsiniz nə iş görmüsünüz? 3 gündür, Ucar Suvarma Meliorasiya Sistemlər İdarəsi dərdən dırnaqdan çıxıb, ora su qoyub, hələ su getmir. Neyniyək? Noyabr aydı. Bizim torpaqların vəziyyətini görürsən də, hər halda gözünlə görürsən. Görürsən. İndi neyniyək? Başa sən yaxşı yolları bilirsən. Sən onun yan hissəsini niyə parçalayıb çəkdiyin beton örtü ilə çəkdiyin kanalın o tayına yığımsan? Sən kim icazə verib bizim haqqımızı, hüququmuzu, bizim çörək ağacımızı, sən bizim çörək ağacımızı o vəziyyətə salmışsan? Sən ali təhsil almış olsaydın, orta ixtisas təhsil almış ol, sən onu eləməzdin. Sənin əlindən dəynəyi alıb, səni göndəriblər burası sizin hər kürzü. Sizdən xahiş edirəm, yenə də xahiş edirəm, telefonum nömrəsi bu olayda var. TikTok olayına göndərirəm. Mən haqq, ədalət və qanun, hüquqi bir devlətdə yaşayıram. Mən Azərbaycanlıyam. Mən bu haqq və ədalət yerini tapmayana qədər elə etməyin ki, o sakinləri cəm edin başıma. Lazımı dairələrdə oturaq. Lazımı dairələrdə. Lazım olsa ondan da artıq xarici dairələrə də müraciət edə bilərəm. Mən ali təhsil almaq yox, ali ağıl almaq yaxşıdır. Təhsilin ola bilər, ağlı da yerində cəm ola gərək ali təhsil alanın. Mənim TikTok vasitəsilə 051 051 324 84 66'dır telefonun şifrəsi. İbrahimov Kamil İbrahimoğlu TikTok vasitəsilə bu olayı sizə çatdıram. Xahiş edirəm, arxı yenidən bərpa edin. 3 gündür mən o arxın üstə qalmışam. Ucarın Azərsu
Sistemlər İdarəsi dərdən dırnaqdan çıxır əməkdaşları. Xeyir olan, oturub otağında isti krislo, yumuşaq krislo olsun da layihələşdirib, o hansı məktəbi qutarıb, harda təhsil alıb, kimdir o layihə verən? Verdiyi minni ki, get oranı parçala oranı. Bax, boyat arxını niyə parçalamamsan? Demək, oranın əhalisi qoymayıb, sakinləri qoymayıb. O bizim əmlakımızdır. Toxunmaq olmaz. Xalqın əmlakına toxunmaq olmaz. Sağ ol, var ol. Mənim diqqətlə müraciətimi dinlə. Xahiş edirəm. O arxı yerində bərpa elə.